Məncə gölün bu tərəfi daha yaxşıdır. Çadırları qurmaq üçün. İnşallah görək. Bayaqdan yağış yağırdı, gün çıxır, gördün? Hava buludludur, bax yuxarıdan yenə qara buludlar gəlir. İnşallah ki, çadırımızı quraq. Gölün o tərəfindən keçəndə yağış yağırdı bayaq, qurbağaların səsi gəlmirdi. İndi gün çıxdı, qurbağaların səsi gəlir, görürsən. Sevinirlər də. Gün çıxdı, sevinirlər. Burada yol bitdi. Gəl baxaq. Elə bura yaxşıdır. Yer də düzdür, normaldır. Hayda, hava süper, əla. Hava əladır. Gölün mənzərəsi də əladır. Gözəldir həqiqətən. Ay, Əladır. xoşuma gəlir. Gərək qayığımızı Səsim götürərdik. Nə? Hava ilə olan qayığı. Sürmək Necə olardı burada. götürməmsən də orada? Nə bilim, belə yerə gəlib çıxacam. Qurbağalara bax. Ora bax, ora tam başqa bir gözəllikdir. Ağacların arasından bu. Meşə sıxdı orada. Amma ora maşınla keçmək olmur, həm də çadır qurmağa yer yoxdur. Belədir. Çox sıxdır. Gəzmək olar, baxarıq. Hara kimi gəzmək olur. Amma gözəldir. Çadırı burada qurmaq olar. Maşını biraz arxaya vereyim. 2 çadır gətirmişəm bu dəfə. Mətbəximiz ayrı olacaq. Qonaq otağı, yataq otağı ayrı. Allah, heç nə. Çox gözəl. Hə, onu düz deyirsən. Maşını gərək fırladım, arxa-arxaya gətirim bura ki, ləvazımatlar Zübələr. rahat olsun. Hə, bir-iki mətbəxlə Maşın istiqamətinə. digər çadırın qapıları bir-birinə baxacaq. Belə, %100. Ne yürü o? Ne yiyirsən balam? Ne yiyirsən? Gel baxım, gel baxım. Aa, biz də yeyirik onu. Aa, ver mən də cəhd edin görüm. Biz də yeyirik, bu neymiş uşaq vaxtı. Bax, deyəm. Cazır. Amma heç eləyə bilməm. Hadi. Ne cazır? Bax, bax, bax. Birinci bunu salaq. Mənim qolumda gücü yoxdur, yoxsa bu ağırlaşıb. Emil, oradan kömək aç. Zəhmət olmasa. Biz yığmışıqsa maşını. Getmişdim çadırın bax. Keçib o boşladı yanında. Açasın bax. Yox. Keçim burada sənə. Hə. Ayşən, göy yaman gül oluyor. Gözlüyü bizi tez ol. Aç. Yaxşı verdin. Aferin sənə. Gəl bu qıraqdan qoyaq. Çək biraz. Bu yana. Aha. Sən bu çadırı qurulu vəziyyətdə görməmişsən məncə. Deyəsən yox.
Necə edirsən? Birinci bunları yırmalıyıq. Dayaqları da bu. Ayşe, mən buradan keçirdirəm. Sən də oradan qarşıla, hə? Sən də oradan qarşıla. Havalı çadırdan sonra bu biraz əziyyətdir Maraqlıdır. amma maraqlı çadırdır. Hə. Necədir Ayşən? Əladır, əla. Yağış da. Bu da sənin üçün mətbəx. Yağış başladı. Tez bu birisi çadırı açaq. Tent çəkək. Hə, düzəldi onda. Ben kuklaların ortasında bırakıyorum. Hə, bu. Yağış başladı. Başladı, nə başladı? Bıraxma hələ. Yox, tutmuşam. Hələ ki, tuta bilirəm. Bırax. Bırax. Aha. Şimdi o tərəfini düzəldərik. Dayandı Ayşən. Hə, hə, deyəm. Bıraxıram. Gözlə bəlkidim. Aha, bırax. Görürəm. Əla. Afərin sənə. Yaxşı deyilmi? İndi istəyir leysan yağır, nə yağır yaxsın. Bayaqdan yağış leysan yağırdı. İndi gün çıxdı. Biz şərait qurduq, gün çıxdı. Yaxşın altında şükür. Əla. Əla. Yaxşı deyil? Əladır. Necə deyim? Yaxşı tarım elədik. Burada da göl panoraması. Bura da açılır, Nə ha? istəyirsən? Bura da açılır. Açmaq Amma istəyirsən? Yox, bu yox, qalsın da. yox. Burada nəsə bişirəndə edəndə Yaxşıdır. bayırdan. Düz deyir, buradan da gəlsə düzü gələcək, amma en azından. Kuklağı bunun içinde kalıyor. Yox, babam bunun üçün də olacaq qalıyor Allah. Yani yağış gördüğünüzde güçlendiğinde zayıfladı. Yerin güzel ye. Kantin. Gel beraber. Sürüşer ya. Yer öyle değil, yana göre.
əla. Nəyə baxırsan Əmi? Qurbağalara. Qurbağalara? Yağış yağır, qurbağalar yoxdular. Hə, bayaq yağış dayananda, gün çıxanda qurbağalar quruldayırdı. Əmi, gəl exolotla baxaq, görək göldə balıq varsa balıq tutaq. Baxaq. Birinci tübobu hələ qoyaq, exolotu hazırlayaq. Xalot nədir ki? Exolot, bax budur. Exolot gəmilərdə istifadə edirlər, yaxtalarda istifadə edirlər. İldırım görüncüsən. Baxmırsan ki? Hə, yaxşı edirsən. Hə, bax. Exolot budur. Bax, bu cihazdır. Biz indi buna ip bağlayacağıq. Bunu atacağıq gölün ortasına. Bu suya düşəndən sonra bizim bax, görürsən əlimizdə ekran var. Bu ekranda bizə göstərəcək göldə suyun altında nə var. Balıq var, ağac var, ot var, qaya var. Nə varsa bizə göstərəcək. Əgər balıq varsa balığı göstərəcək.
Yemiş yaxşısan. Yıldırım bizi salamlayır. Qurbağalar şoklar. Deyir bu nə idi? Meşeye bak Yavaş necə tut. görsün. Hop. Düşmüşdü başıma. Burada su çoxaldı. Arxana ıslatır. Yaxşısan emi? Xoşun gəlir? Bax, təbiət budur. Təbiətə çıxanda bilmirsən başına nə gələcək. Əslində bilirdik yağış olacaq, amma leysan olacaq bilmirdik. Günəşli, bulutlu hava, ara sıra yağış. Nəticədə leysan. Nəticədə gözəllik. Amma gözəllikdir, həqiqətən Çox gözəllik. qəşəng görsənir. Çox gözəllik. Bu suyu nəzərə almasaq, Balıq tuta bilmədik Eminlə. Ekolotu düzəltdim, hazırladım. Emin qurbağalara bax, necə baxırlar oradan. Bax, bax, suyun üzünə gör nə qədərdirlər. Yağış dayansa balıq tutarıq Emin. Hələ sabah da var da. Bəlkə sabah daha gözəl Bəlkə olar. sabah, hə. Ola bilər. Ayşən, çay havasıdır, isti çay. Var çay? Yox, sən onu bir dənə düzəlt, Hə, yaxşı. yandır qazı. Mən də çaydanı doldurmuşam. Gətirim qoyaq qaynasın. Hava necə çöndü. Düzdür, yağış var idi, amma daha belə yoxdur. Bu yağış deyil. Yaxşı yağışdır. Kəsdi, Kəsdi. zəiflədi biraz balam. Acıb istili gəldi sobadan. Yıldırıma bax. İsti çayına gedir. Ləzzət edir, hə? Hə. Emil, niyə istəmədin çay? Bundan hansını istəyim? Yavaş Yavaş yıxılarsan. yıxılarsan. Girərsən şirniyyatın içinə. Bayaq qısa qolda gəzirdin, geyindirə bilmirdin. İndi 3 dənə papaq qoymuşsan başıma. Xeyirdi mi? Hə, Emil? Soyuqdur sənə? Havalarım Yox, yaş deyil, bu su buraxmır. İndi sobanı qoşaram, çadırın içi isti olacaq. Sən bildin də, bu 2 dənə geyim geyib üst-üstə. 2 dənə şal var, 3 Doğrudan dənə də köynək var bayaqdan əlində. dedin uzun qol geyin. Geyindirə bilmirdim. Gərək mütləq leysan olsun, değil mi? Mən gedim manqalı, kömürü falan gətirim. Yağış dayanana oxşamır. Yaxşı, gedim onları götürüm gəlirəm. Başqa nəsə lazım deyil maşından. Emi, gəl gedək mənə kömək elə mənə. Sobanı da quraşdıraq. İstanlara baxın. Nə? İstanlara baxın. Yox, deyil, sənin üçün də götürmüşüm. İstanmazsan. Gəl geyindirim sənə. Sağ olun. Getdik biz. Gəl.
Bu cür leysanda ortaya qutab çıxarda bildinsə Ayşə. Nuş olsun. Şöyle bundan da vereceğim. Əladır. Hə, göyərti də. Göy qutabı. Ətlə az elədim iş. Ancaq papa üçün biz ət yemirik. Göyərtinlə yeyirik. Sen sevdiğin. Gel. Bunun adı neydi ya? Doğramaz. Azərbaycan dilində, hə. Doğramaz. Baxın görün dadına necə çıxır. Əladır. Həqiqətən əladır. Nuş olsun. Cəhət sumaq buradadır ya sən. Görmürsən. Ət qutabı yeyəndə, yəni göy qutabı çox dadlıdır. Ne güzel havalar. Ayşen gün çıxıb qurbağalar oyanır. Hər yer su içində. Əla deyək, günəş belə davam eləsə bəlkə qurudar biraz buraları. Qurbağalar mənim səsimi eşidib biraz da coşdular elə bil. Emin gəl üzrü yüzsün. Güzelsin. Emin dünənlər yağış qoymadı bizi balıq tutmağa. Hə? Bu gün cəhd edək. Tehlikeli. Görüb tuta biləcək yoxsa. Birinci neynəməliyik? Görüm yadındadır. Siyas var. İşte exalotla yoxlayaq görək suda nə var nə yox. Balıq var, yoxdur. Onu yoxlayaq, ondan sonra tilovumuzu atarıq. İndi bax bu yemeği qoyuruq bura. Yəni biraz da boşaldaq. Bax bu yemi koyduq bura. Sonra bunu dartırıq. Bax belə. Rezini veririk aşağı. Balık çıkartmak istese çıkartacak. Kırmakta batacak. Yəni burada normal rahat yer tapaq. Kilova atmağa. Bura yaxşı deyil məncə. Biraz açıqlıqdır. Buradan atmaq var. Fınqırovu qoyaq bura. Hələlik onu istəyirsən qoy yerə. Qoy yerə birinci exolotla yoxlayırıq onsuz da. Bir dənə exolotla yoxlayaq, sonra yerə bastıracağımız çubuq yaddan çıxıb al maşında. Onu gətirək yaxşı. Aha, exolotu qoşduq.
Hani? Ha. Ben de diyorum ona da lezzetli. İlan, aa ilandır deyə getdi. Su ilanıdır ama qorxulu deyil onun, qorxma. Yok korkmadım. Ben de diyorum ona da. Kurbağa yemiş öyle. Bağa qurbağaların səsi görsən necə qalxdı. İlanı gördü onlar da. İlandan qorxurlar axı. Yok bağırıyor onda. Balaca olsa da qurbağalar üçün təhlükəlidir də. Ondan da böyle var. Hə. Hə, ataq exolotumuzu. Sən gəl mənim bu yanıma keç. Ay, keç ora. Hoppa. Aha. Qoyduq bunu yerə. Bax. Aha, məlumatlar gəldi. Bax, otdur görsən. Suyun hərarəti 24.6. 1 metr dərinliyi var. Amma çox uzağa ata bilmədik. Ipimiz qısadır. Buralar bax otluqdur. Ancaq ottu. Sahil otluqdur. Ona görə tilovu atanda çıxardanda ehtiyatla çıxartmaq lazımdır ki, otlara ilişməsin. Heç nə yoxlayaq da görək nə olur. Hə mi? Əla. Ay sağ ol, afərin. Bura bastıracağıq. Nə? Bura bastıracağıq. Hə, buralara bir yerə bastırarıq. Deyəm bunu biraz yıxaq. Kurbağa bastık. Bazıları bastık. İnşallah ki, dəyməsin ağaclara. Aha, qoy qalsın orada. Əla. Aha, qoy qalsın. İndi çubuğu bastıraq. Suyun hərarəti istidir. 25 dərəcə. Direkt neydi? Görün, çimmək olar. 25 dərəcə yaxşıdır. Əladır. Çimmək üçün. Göldür, çox böyük göl deyil deyə günəşli havada tez qızır göl. İndi exolot sudan çıxan kimi əlaqə etəcək. Karışık. Suda da hələ. Söndü. Gedək. Keçəndə ehtiyatlı ol, tilovu ilişmə. Qalsın. Birazdan gəlib yoxlayarıq. Gedək, səhər yeməyimizi hazırlayaq.
Emin çörəkləri gətir qulum. Ay sağ ol. Belə qoyaq. Sen ver mənə. Neyse. Çengelleri de getir babam. Yemeğimiz de hazır oldu. Ver. Boş babam zahmet olmasa çek. Bəstələrik. Emir sen de ver bana. Yaxşısan? Salamatçılıqdır. Çörəyimizi yeyib, gəlib baxarıq. Tilova görə nəsə var yoxsa. Düz səsi gəlmir. Baxarıq ama. Burada diyorsan biraz geldi. Zınqırovun səsi gəldi. Bəlkə düşüb balıq. Baktın sen de adına. Əladır. Çöreğine Əllərinə sağlıq. Çörək deyil Böyle bu. değil o. Çörəklə çörək yedik. Dadına bak. Omletdir. Çörək formasında. Doyumludur. Çöreksiz yemeğin olur. Ayağladım. Çayları da siz mi istiyorsunuz? Gel bakalım. Sen de Siz süzüm yani. yoksa hala yiyirsen? Yarı süzəmət olmasan. Yəni suyulanı vardı ya, qurbağalar. Ola bilər ki, onu görüb qorxurlar, başlayırlar səsləməyə bir-birlərinə. Olabilir. Şimdi de yine görürler. Yani yağış yağmasa. Ne kadar ki çadırımız koruyup güneşli de hava. Hə, gün yaxşı qurutdu çadırı. Ha, ben İndi yağmasın. yığışana qədər yağmasa, heç nə belə baxanda çörəyimizi yeyək, tilovu yoxlayaq, sonra yığışaq. Gedək tilovu yoxlayaq. Gedək, gedək. Tərpənmir nəsə. İlişi belə nəyəsə deyəsən. Ot. Her şey bizim. Yem de yiyemiyoruz. Hə? Hə, yem yeyilməyib. Sən hava çox dəyişkəndir. Hava çox dəyişkəndir. Gah gün çıxır, gah külək, gah yağış. Belə olanda balıq passivləşir. Qarğıdalın birini yeyiblər. Ayo, bunu da didiblər. Bax, bu yem görsəniz didilib. Xırda balıqlardır. Xırda balıqdır. Amma yəqin havaya görədir. Hava çox dəyişkən olanda iri balıqlar tilova gəlmir. Çıxartdın. Aha. Öyle yorgunluğundandır. Nasıl yiyeceğim?